Salam uşaqlar. E, Kök və kökün növləri mövzusuna aid maraqlı bir məsələnin izahını paylaşırıq. Əvvəlcə yadımıza salaq görək, kökün hansı növləri var idi? Kökün 3 növü var idi yadımızdadırsa. Əsas kök var idi, əlavə kök var idi və yan kök var idi. Əsas kök toxumun rüşeym kökçüyü ilə inkişaf edirdi, rüşeym kökçüyü ilə inkişaf edirdi və mütləq toxumla çoxalan bitkilərdə əsas kökün sayı bir ədəd olardı. Sonradan hər hansısa bir səbəbdən bu əsas kök saçaqlı kök sistemində quruyub tökülə bilərdi. Ancaq toxumdan bitki inkişaf edibsə, onda əsas kökün sayı mütləq bir ədəd olurdu. Əlavə köklər əmələ gəlirdi bitkinin gövdə və yarpaqdan əmələ gəlirdi və əlavə köklər deməli, toxumla çoxalmayan bitkidə də ola bilər. Məsələn, əgər bitkini vegetativ üsulla çoxaldırıqsa, onda bitkidə yalnız əlavə köklər və yan köklər olacaq. Əsas kökün sayı onda 0 ədəd olacaq. Yan köklər isə həm əsas kökdən, həm də yan kökdən, həm də əsas, həm də əlavə kökdən əmələ gəlir. Təkamülcə də baxaq görək hansı dövrlərdə yarandı bu köklər. Əsas kök yarandı Paleozoyun, Devon dövründə ilk dəfə çılpaq toxumlularda. Əlavə və yan köklər isə yarandı ilk dəfə Paleozoyun Silur dövründə planlarda əmələ gəldi. Ona görə ilk dəfə əmələ gələn kök növü əlavə kök, sonra əmələ gələn kök növü yan kök, daha sonra əmələ gələn kök növü isə əsas kök olacaq. İndi qayıdırıq məsələmizə. Deməli, məsələmizdə bizə nə deyir? Deyir ki, toxumdan inkişaf edən bir bitkidə gövdəyə bitişik olan köklərin sayının cəmi ümumi köklərin yarısını təşkil edir. Əgər yan köklərin sayı 43 ədəd olarsa, bitkidə olan kök üsküyünün cəmini tapın. Burada kök üsküyü nədir? Kök üsküyü kökün ucunu üskük şəklində örtürdü və onun ucunu qurumaqdan qorudu və bütün kök növlərində rast gəlinirdi. Deməli, burada bizə nə deyir məsələdə? Burada bizə məsələdə deyir ki, toxumdan inkişaf edən bir bitkidə. Baxın, açar sözümüz toxumdan inkişaf edən bir bitkidə. Mən avtomatik olaraq nə yazıram? Yazıram ki, toxumdan inkişaf edən bir bitki, onda yazıram ki, əsas kök bərabərdir bir ədəd. Deməli, köklərimizin biri əsas kökdür. Bir dənə əsas kökümüz var. Və deyir ki, gövdəyə bitişik olan köklər. Uşaqlar, burada bu söz sizi çaşdırmasın, gövdəyə bitişik olan köklər. Gövdəyə bitişik, bax, gövdədən əmələ gələn kök demir. Gövdəyə bitişik olan kök dedikdə, həm əsas kök, həm də əlavə kökü nəzərdə tutur. Çünki uşaqlar, əsas kökdə gövdəyə bitişik olan kökdür və gövdə elə əsas kökün üzərində əmələ gəlir. Deməli, bunların deyir, ümumi köklərin yarısını təşkil edir. Baxın, əsas kökümüzün sayı 1 ədəddir və deyir ki, yan köklərin sayı da 43 ədəddir. Əgər gövdəyə bitişik olan köklər, əsas və əlavə köklər, bütün köklərin yarısını təşkil edirsə, bizim yerdə qalan kökümüz yan köküydür. Deməli, bizim yan kökümüzün sayı əgər 43 ədəddirsə, onda bizim əsas və əlavə köklərimizin cəmi də neçəyə bərabərdir? O da 43-ə bərabərdir. Deməli, burada biz tapırıq ki, bizim əlavə kökümüz 42-yə bərabərdir. Deməli, uşaqlar, bizə nə deyir? Bizə deyir ki, bütün köklərdə olan kök üsküyünün sayını soruşur və bayaq da mən vurguladım ki, kök üsküyü bütün kök növlərində olur. Deməli, mən tapdım ki, 43 ədəd yan kök var. Daha rahat yolla geçsək, yan kök var və deyir ki, bu digər köklərin sayının yarısını təşkil edir. Onda 43 dənə kökümüz də bizim əlavə və plus da əsas kökdür. Əsas kökdür. Onda mən toplayıram bütün köklərin cəmini, eləyir 86 kök. Deməli, bitkidə olan kök üsküklərinin cəmi 86-ya bərabərdir. Cavabımız olur 86.